Fikir vermişəm. Məmur öz başınalığından, haqq ədalətdən, Azərbaycanda olan acınacaqlı vəziyyətdən danışanda sizə elə də maraqlı gəlmir. Ona görə bugün sizə alça necə düzgün yeyilir, o haqda danışacağım. Bir çoxları səhv eləyir. Nədə? Duzu alçanın üstünə səpir. Amma elə olmamalıdır, əziz dostlar. Belə olmamalıdır. Alçanı dadlı yemək üçün, onun dadını hiss eləmək üçün duz əlinin içinə səpilməlidir. Sonra götürürsünüz alçanı, tüpürcəkləyirsiniz. Batırırsınız. Zəhmət olmasa yaxına. Bax. Oy! Tumunu atmısınız. Tüpürürsünüz. Onun ləzzəti başqadır. Tüpürcəklədir. Ağzını sulandı. Bax, hökumət də elə eləyir. Görsədir, amma vermir. Nefti deyirəm, nefti. Yaxşı olardı ki, siz alçanı bax, kravatda yeyəsiniz. Yediniz, yatdınız.